Uşaqlara axmaq-axmaq şeylər aşılayırlar. Mən nail oldum, girdim instituta falan beşə. Bala, sən oxudun, düzdür. Amma evin internetin pulunu kim verirdi? Evin suyunun pulunu kim verirdi? Buzdolabını kim doldururdu? Ayaqqabı kim alırdı sənə məktəbə getmək üçün? Sən valideynləvi görmürsən. Sənə o iti zəkanı kim vermişdi? Allah. Sənə o gözləri kim vermişdi? Tərbiyən olsun. Bir balaca uğur qazanmışsan, o qarilla kimi sinəvə döyə-döyə durmuşsan, ayıb deyil. Yəni doğru olmayan əxlaq, davranış, həqiqətin tamamən saya salınmamasından irəli gəlir. Ona görə insan ağlını işlətməlidir ki, və onun yanında ağsaqqallar da ona bunu göstərməlidir ki, insan başına böyük zülüm açmasın.